Körpə uşaqların valideynlərindən ən çox eşitdiyim suallardan biri də uşağın başında əmələ gələn qabıqları necə təmizləyə bilərik sualıdır. Əvvəla onu deyim ki, bu qabıqlar ən çox allergik uşaqlarda əmələ gəlir və yalnız baş nahiyəsinə deyil, qaşlarda da ola bilər. Bu qabıqların təmizlənməsi çox asandır. Bunun üçün istənilən bitki mənşəli və yaxud uşaq qulluğunda istifadə olunan yağlardan tətbiq edə bilərsiniz. Lakin bu yağları tətbiq etməkdən öncə, əgər daha öncə heç istifadə etməmisinizsə, başqa bir nahiyəsinə, tutaq ki, qarın nahiyəsinə və yaxud biləyinə o yağdan biraz sürtməlisiniz. Əgər bir sutka ərzində həmin nahiyədə qızartı falan əmələ gəlmədisə, deməli bu yağ istifadə üçün yararlıdır. Daha sonra həmin yağı uşağı çimdirməkdən 15-20 dəqiqə, maksimum yarım saat əvvəl uşağın başında və qaşlarında qabıq olan nahiyələrə tətbiq edirsiniz. 15-20 dəqiqə ərzində, maksimum yarım saat ərzində gözləyirsiniz və çimdirməyə başlayırsınız uşağı. Çimdirdiyiniz zaman isə başını sabunladığınız, yəni şampun vurduğunuz zaman uşaq darağı ilə ehmalca, yavaşca o qabıqları təmizləməyə başlayırsınız. Qabıqları güclə təmizləmək olmaz. Çünki nə qədər çox güc tətbiq etsəniz, o qədər çox qanatma ehtimalınız var. Lakin nə qədər çıxarsa bir dəfəyə, o qədər kifayətdir. Növbəti dəfə digər qabıqları rahatlıqla təmizləməyə davam edə bilərsiniz.